bizim halımız hadisələrin nisbətən dəyişir. Məsələn, asayişdə olanda, rifahda olanda halımız bir formada olur, çətinlikdə olanda başqa bir formada olur. Məsələn, təsəvvür edin, bir məntəqədə zəlzələ baş verib, bu zəlzələnin nəticəsində insanlar dağıntılar altında qalıb, 1 saat, 2 saat, bəzən 1 gün, 2 gün, 3 gün, 5 gün insanlar dağıntılar altında qaldıqda, belə deyək, artıq hər yerdən əli üzülür. Və bu zamanda onun Allaha olan ehtiyacının ən pik nöqtəsi olur. Məni yalnız və yalnız buradan Allah xilas edə bilər. Deməli, biz elə bir formadayıq ki, adi insanlardan əlbəttə söhbət gedir. Zərurət, çətinlik çoxaldıqca Allaha olan ehtiyacımızın dərki çoxalır. Yəni, bizi Allaha doğru yönəldən, etisam halını bizdə yaradan əsas amil bizim möhtac olmağımızdır, ehtiyaclı olmağımızdır. Halbuki məsələ budur ki, biz hər bir halımızda Allaha olan ehtiyacımızı dərk eləməliyik. Nəinki o dağıntılar altında günlərlə qaldıqda. Hər anımız ondan asılıdır. Hər bir şey ondandır. Biz Quran-ı Kərimə baxanda görürük ki, Allah-u Teala buyurur: وَاِنْ يَمْسَسْكَ اللّٰهِ بِذُرِّنْ فَلَا كَاشِفَ لَهُ اِلَّا هُ. Əgər Allah Teala sənə bir zərər yetirmək istəsə, onu ondan başqa heç kəs aradan qaldıra bilməz. وَاِنْ يُرِدْكَ بِخَيْرٍ. Birdən Allah Teala sənə xeyir vermək istəsə, فَلَا رَادَّ لِفَضْلِهِ. Əsla onun fəzlini heç kəs rədd eləyə bilməz. Bu ayədə onu demək istəyir ki, yalnız odur bizim işlərimizə dəxalət edən, yalnız odur bizim ehtiyaclarımızı qarşılayan. Biz fəqir-i məhzik, yəni hər bir məsələdə ona möhtacıq.